nə içki içmirəm, nə qumar oynamıram, özüm də namaz qılıram, saqqal Quranda yoxdur, ona görə saxlamıram sözü nədir? Belə bir yorum yazıblar. Əslinə qalanda kommenti tam olaraq başa düşə bilmədim yazanı, amma burada sonda yazılan diqqətimi çəkdi, ona görə cavablandıram Allahın izni ilə. Deyir, Quranda, saqqal Quranda yoxdur, ona görə saxlamıram sözü nədir? Bəli, bəziləri bunu gətirirlər, güya ki, bizlərə ki, Quranda ayə yoxdur. Ona görə saqqal saxlamırlar. Yəni Quranda illaki ayə olmalıdır. Yəni əmr formasında ayə olmalıdır. Allah Taala əmr eləməlidir ki, saqqal saxlayın və bu insan saqqal saxlamalıdır. Quranda belə bir əmr olmadığına görə saqqal saxlamırlar. Amma bunu başa düşmək lazımdır ki, Qurani-Kərimdə bəli, saqqal əmr olunmur. Amma saqqal sözü keçir Taha surəsində. Harun peyğəmbərin saqqallı olduğu bizlərə bildirir. Yəni Allah Taala bizlərə Harun peyğəmbərin, Musa peyğəmbərin qardaşı olan Harun peyğəmbərin saqqallı olduğunu bildirir bizlərə. Bu o deməkdir ki, Harun peyğəmbər saqqal saxlayıbsa, deməli Musa peyğəmbər də saqqal olub və digər peyğəmbərlər də saqqal saxlayıblar. Quranda əmr formasında keçmir, amma Taha surəsində, yəni Qurani-Kərimdə saqqal sözü işlənilir, saqqal sözü keçir. Və o deməkdir ki, bütün peyğəmbərlər saqqal saxlayıb. Həmçinin Muhammed peyğəmbərin hədisine baxsaq sallallahu aleyhi və səlləmin, bizim peyğəmbərimiz də saqqal saxlayıb özü də və saqqal saxlamağı da müsəlman, iman gətirən, yəni mömin kişilərə əmr edibdir.